Salam əziz şagirdlər. Ayın 9-u bugünkü imtahanımızın Azərbaycan suallarını sizə izah edirəm. Deməli, birinci sual fərqləndirilmiş sözləri nəzərə alaraq uyğunluğu müəyyən edək. Birinci cümlədə tərəf isim kimidir, çünki qarşısında sifət var. İkinci cümlədə isə tərəf qoşmadır. Ona uyğun olaraq birinciyə götürürük. Əsas nitq hissəsi olduğu üçün birə C leksik mənası var. İkiyə də iki qoşma olduğu üçün tərəf burada mənaçalar yaradır. Bir də yalnız qrammatik mənası var. Birinci sualımız C variantı. İkinci sual. Xalqımızın mərd oğulları bu mübarizəyə qoşuldular ki, gələcək nəsillər azad və xoşbəxt yaşasınlar. Tabeli mürəkkəb cümlə səhv istəyir bizdən. Gördüyünüz kimi, ki olan cümlələrin böyük bir əksəriyyəti baş cümlə olur. Burada da baş cümlədir, çünki zaman məzmununu bildirmir. A-na baxaq, budaq cümlə baş cümlə bağlayıcı ilə bağlanıb. Doğrudur, ki ilə bağlanıb. İkinci baş budaq sxeminə uyğundur. Bu da doğrudur. Həm baş, həm budaq cümlə sintaktik əlaqənin hər iki növündən istifadə edilir. Bu yanlış fikirdir. Niyə görə? Birinci cümlədə ancaq tabellik var. Tabesilik yoxdur. Tabesilik birisi də həmzə sözlərdə olmalıdır. Burada isə yoxdur. Ancaq ikinci cümlədə var. Yaşasınlar, xoşbəxt yaşasınlar, azad yaşasınlar. Burada var. Cavabımız C variantı. D variantından baş və budaq cümlə feili xəbərli də qoşuldular. Yaşasınlar, düzdür. Baş və budaq cümlələri müəyyən şəxslər qoşuldular ki, xalqımızın mərd oğulları, yaşasınlar ki, nəsillər. 33-cü sual. İsmi birləşmə, feili birləşmə. İsmi birləşməyə aiddir. Deməli, düşmənin çirkin niyyəti üçüncü növ. Bir də bu sərgi. Bu sərgidə ismi birləşmədir. Deməli, birə götürürük. Deməli, B ilə yeni, B-yi, A variantı. İkiyə ki, D. Görürsünüz, Cəmil gedərkən, arkən, ərkən. Yuxulu idilər kim uşaqlar, nə zaman Cəmil gedərkən. A variantı. 34-cü sual. Zərfin mənası hansı növdə işlənmişdir? Gördüyünüz kimi, güclə eşidilirdi nə tərzdə? Cavanşir bir qədər dincəlib. Feilin yanında bir qədər kəmiyyət. Cavab D variantı. 35-ci sual. Hansı sırada bütün sözlərin yazılışı səhvdir? Gün yox, düşkün olmalıdır. Kokteyl, yi olmalıdır. Ala yarımçıq, defsinə yazılmalıdır. A variantı. 36. Söz sırasının pozulduğu hansı nümunədə həm sadə, həm də mürəkkəb isim işlənmişdir? Gördüyünüz kimi, beynimə batır. Bu normal cümlədir. Burada söz sırası pozulmayıb. Sonda xitab gəlmək, inversiya etmək deyil. İkidə də etdi var, tərk etdi var. Bu da sonda gəlib. B variantda çıxdı. C-də bəs kimə yetişəcək o bağ-bağçanın qazancı? Burada bağ-bağça düzdür. Burada yetişəcək inversiya var. Sadəcə olaraq bağ-bağça mürəkkəbdə qazanc sözü isə düzəltmədir, sadə deyil. Cavabımız D variantıdır. Açıldı bayraqlar. Açıldı gördüyünüz kimi əvvəldə gəlib. Burada vur-havur mürəkkəb isim, fələk isə sadə isim. Cavabımız D variantı. 37. Hansı cümlədə tamamlıq söz birləşməsinə ifadə olunmamışdır? Bu meyvələrin hamısına, nəyi, meyvələrin hamısı üçüncü növ. Adamların çox tanımıram, adamların çoxunu kimi, düzdür. Hamı öz fikrinin doğru olduğuna, nəyə bütövdür. Əcnəbi turistə Şəkinin görməli yerlərini, bu da üçüncü növ, düzdür. Cavabımız Y variantı. Hər şey burada əvəzlidir. 38. Mübtədanın əlavəsi işlənmiş, tamamlığın və yer zəfliyinin əlavəsi işlənmişdir. Birə götürməliyik, deməli, mübtədan tapmalıyıq. Qrupun yeni rəhbəri kim? Gənc qız kim? Gördünüz, 1D. 2-yə aid dedimə, tamamlığın əlavəsi atasına, kimə, Amil dayıya, kimə. Sonra B-yə də götürmək olar. Cavadı kimi, yeni mühəndisi kimi. Sonda yer zəfliyinin əlavəsi istəyir bizdən. Kəndə, anar kəndə, haraya, doğma obaya, haraya. Cavabımız B variantı. Burada çaşdırıcı məqam idi. Yerdə, harada, göl qırağında, xeyr. Yerdə idi, göl qırağında idi. Bu xəbərin əlavəsidir. 39. Gözü su içməmək frazoloji birləşməsinin hansı mənaya uyğun gəlir? Təbii ki, inanmamaq. B variantı. 40-cı sual. Bu maraqlı sualdır biraz, amma çox çətin deyil. Lazım şəkli, arzu şəkli. Biri aid dedir, təsdiqdə işlənsə də inkara işlənə bilmir. İşlənə bilir. Yəni, deyillə işlənə bilər. Biri çıxırıq. Gələsiniz sözü bu şəkildədir. Xeyr, gələsiniz, kaş gələsiniz. Bu arzu şəklində sayılmalıdır. Gəl, sözün kökü arzu şəkli, sinizdəki şəxs onluğudur. 1 ilə 2-ni çıxsa, 1-lər çıxır, 2-lər çıxır, 1-lər çıxır. Cavabımız 4, 5, 6. Arzu şəkli isə köməkçi sözlə işlənə bilmir, doğrudur. Cümlənin feili xəbər olur, hər ikisi olur. Məhsul növdə işlənə bilər. Məsələn, kaş gəl, məsələn, yazıla arzu şəkildə. Məsələn, kaş yazılası və yaxud yazılasıdır. Il da burada məhsul növ ola bilər. Cavab A variantı.